Herkese salam olsun, hörmətli tamaşaçılarımız. Yeni ayınız, yeni gününüz uğurlu olsun. Bu axşam özəl bir qonağım var. İlk dəfədir ki, özəlin bu möhtəşəm pavilyonunda mən böyük məmnuniyyətlə, sayğıyla, hörmətlə Şəbnəm Tovuzunu ürəkdən salamlayıram. Xoş gəlmisiniz özələ. Çox sağ ol Kazım, təşəkkür eləyirəm. Hər zamanki kimi fərqli, gözəl, çox bəyənirəm sizin bu gözəl pavilyonunuzu. Çox minnətdaram. Hər zaman da izləyirəm, baxıram. Çox sağ olun. Və bu arada çox gözləyirdim ki, mən də dəvət edəsən. Böyük məmnuniyyətlə, böyük məmnuniyyətlə. Amma zamanını gözləyirdim də, bilirdim dəvət edəcəksən, amma zamana baxır. Əlbəttə ki, biz zaten efirdən Xoşdur. kənar bizim münasibətimiz, bir-birimizə olan sayğımız İllərdir tanıyırıq bəllidir. Və ilk olaraq qadasını alaram. Möhtəşəm bir rəqs, möhtəşəm bir performans, rəqslə Rassa rəqs qrupu yeri gəlmiş. Çox təşəkkür edirəm və təsadüfən geyimlərinizə necə uyğun gəldi bir-birinə. Maraqlı oldu. Hoş Bir gəlmisiniz. Allah adamın ürəyinə görə versin. Allah adamın deyir, işini rast gətirsin həmişə. Mən Elə bir söz hər zaman var. fikir vermişəm, klip çəkilişlərində, fotosessiyalarda. Bəli. Həqiqətən də insan var, işi getmir. Onu hər zaman mənə çəkimdə rejissorumuz Xəyal da deyir, kosmetoloqum Elman da deyir. Hətta Şahanə xanım da dəfələrlə olub deyib ki, maşallah sənin işin çox su kimi gedir də. Yəni adam var, işi çox ağır gedir. 1 saatlıq iş 4 saata, 5 saata əmələ gəlir. Amma həqiqətən biz elə olur ki, 5 saata görülə biləcək bir işi biz 2 saata bitiririk. Yəni o insanın həm də nənəm rəhmətlik deyirdi. Uğurun gözəl olsun, ayağın yüngül olsun. Allah ürəyinə görə versin. Ürəyimə görə versin. Allah ürəyinizə görə versin. Bəli. Və illərin məşhur mahnısı Qadasını alaram. Bugün də sevilir, bugün də dinlənilir, bugün də tələbat var məclislərdə, insanların xoş günündə. Nə qədər yeni mahnılar çıxmasına baxmayaraq Qadasını alaramı həmişə istəyirlər və bugün də siz bu mahnını məhz bu səbəbdən də repertuara saldınız bu axşamki proqrama. Mən istəyirəm ümumiyyətlə elə ilk sualı bax bu mahnı seçimləri ilə bağlı sizə təqdim edim. Mahnı seçimlərini necə edirsiniz? Hiti öncədən duya bilirsinizmi? Hit mahnını. Bax repertuardan danışaq. Şəbnəm Tovuzlu repertuarı necə qurulur? Necə hazırlanır? Kazım, mən ilk mahnım Sevənlər Ölməz olub 2009-cu ildə. 2009-da Aydın Aslan sözləri və Vüsal Əliyev bu arada mənə kömək olub Aydın Aslanla tanış olmağımda. Bu mahnıları mənə göstərdilər. Bəxt üzüyü, Balam, Sevənlər Ölməz. 3 mahnı birdən göstərildi və mən üçünü də bəyəndim. O zaman üçünü də bəyəndim. İnan ki, mən özüm şoka düşdüm. O zaman mən heç sadəcə el şənliklərinə gedirdim. Efirlərdə bizim Kəpəz kanalı var idi, Tovuz SMTV kanalı var idi. Oralara dəvət alırdım, orada çıxırdım. Qismət hər şey. Bu mahnımın üçü də birdən demək olar ki, bir ayda çox sevildi. Çox hit oldu. Səbuhi studiya var idi. Həcə müəllim, Allah ona ömür versin. Amin. O demək olar ki, mənim bütün mahnılar, disklərimi çıxarmışdılar, amma şəklimi tapmırdılar. Bu oxuyan qız kimdir? Sadəcə Şəbnəm Tovuzlu, Sevənlər Ölməz, Bəxt üzüyü mahnıları. Mən sağ olsun Vüsal Əliyev məni Səbuhi studiya ilə tanış elədi Həcə müəllimdən. Biz orada demək olar ki, şəkillər etdik, fotosessiyalar. Bu mahnı artıq yenidən gözəl albomlarla çıxdı. Bu mənim ilk uğurum oldu. Yenə də insanlar məni tanımırdılar və bir gün mənə bir dəvət gəldi. Bizim elə Aytəkinimiz, Aytəkin Mərdanov. Salamlayırıq ürəkdən. O zaman ATV kanalda çalışırdı ki, bəs Nanə xanım sizi verilişinə dəvət edir. Mən çox sevindim əslində. Bir yeni ifaçı üçün birdən-birə dəvət mənə çox xoş oldu həqiqətən. Sən demən Nanə xanım YouTube-da bu mahnını çox sevib. Hətta onun o zil yerini hər zaman. Günü bugün də mən onun verilişində olanda deyir ki, Sevənlər Ölməzi bir dənə canlı oxu. O zil yerini gözləyirəm. Nanən salamlayırıq. Oranı gözləyirəm. Çox musiqi duyumu gözəl olan bir xanımdır. Nanə radio aparıcısı olub baxır. Bəli. Radio aparıcılarının xüsusi musiqi zövqü olur. Bəli. Onun o barədə mən həsəd aparıram o xanıma. Mən gəldim utancaq, çox utanırdım. Gəldim ora. Hətta başımıza belə bir işdə gəldi. DJ canlı ansambl yoxdur.
Mən mahnını, o zaman prodüserim də yox idi. Tək gəlmişdim. Aytəkin sağ olsun. Aytəkin gəldi, sən Tovuzdansan dedim. Mən də Tovuzluyam. Aytəkin xanımla o zaman orada tanış olmuşuq. Günü bu günə qədər də yanımdadır. Bacı kimi hər zaman bizim İlk dəstəkçilərimizdən olub da. İlk dəstəkçimdən biri Aytəkin xanım və Nainə xanım olub. Allah var eləsin. Öpürəm hər ikisini. Təsəvvür eləyin, mən səhnəyə çıxdım. Mahnını sən demə. Minusovkanı vermişəm. Yıldız yox, Minusovkanı vermişəm. Bax. Mahnı gəldi. Özümü itirmədim. Səhər verilişdi, bilirsiniz. Bəzən müğənnilər deyir ki, səhər səsim işləmir. İşləmir, hə. Yəni bəhanədirmi bu? Səs əgər varsa, o nə səhərə, nə gecəyə, nə gün ortaya baxmır. Bunu həqiqətən deyirəm. Bunu yəni sənətkarlar deyiblər. Səs varsa, səs biraz kal ola bilər. Səhər duranda biraz çay içirsən, su içirsən özünə gələr bu başqa. Raspetbayla onu düzəldə bilirsən yəni. İnan Kazım, mahnı gəldi. Nainə xanım da baxdı ki, səs yoxdur. Anında tezlikcə mikrofonu aldım. Heç orada echo yox, salon yox. Sadə bastı, səsdir. Mən başladım tonallıqda fa diyez, şur nə deməkdir? Yəni normalda qızlar mi, fa oxuyar. Bu musiqi dilində tonallıqları desək. Mən orada onu özümü itirmədən canlı oxudum. Mahnı dayandı, bitdi. Nainə xanım durdu ayağa, dedi, sən neynədin? Qız, sən neynədin? Səhər tezdən, hələ bilmədən, sən həyəcanlı olmaqdan, ilk efirindir bu sənin. Mən sənə alqış, yəni əhsən, yəni bu, sən görürəm. Önü görürəm. Mən xatırlayıram o proqramı. Hətta yanılmıramsa Sevənlər Ölməz mahnısını Günel Zeynalovanın ifası ilə səhv salırdılar. Günel xanıma görə səhv salırdılar. Hətta monitorda açdılar böyük. Günel xanımın şəkili, Azəri qızı Günelin şəkili YouTube-a elə yerləşdirmişdilər. Çünki mənim heç yerdə şəkilim yoxdur, heç kim tanımır məni. Sadəcə adım Şəbnəm Tovuzlu gedir, amma Günel xanımın şəkilidir. Mahnıdakı milyonları vurub. Çox böyük bir baxışı idi. 5 milyon nə qədər? Nainə xanım dedi ki, bax sən hara baxırsan? Bu sən deyilsən. Günel xanım o zaman efirə qoşuldu, telefon bağlantısı etdi. Orada dedi ki, mən bilmirdim bu mahnını Şəbnəm oxuyur. Hətta hərdən özüm baxırdım, deyirdim, ay aman, mən deyiləm bunu oxuyan. Yəni, gözəl mahnıdır, mən deyiləm. Yəni, mənim ilk sevilən və mənim vizit kartım Sevənlər Ölməz oldu. Mənim repertuarımda da ən çox sevdiyim mahnı Sevənlər Ölməz mahnımdır. O zaman bu sualıma da yəqin seçimimi özüm etmişdim. Bu cavabı onda verəcəksiniz bu sualıma da ki, hansı mahnı sizin üçün xüsusi yer tutur? Məhz bu mahnı. Çox gözəl. Mövzunu dəyişərək, bu mahnı seçimləri, repertuar dəyişərək bir sual vermək istəyirəm. Çox təəssüf edirəm ki, bizdə Azərbaycanda ifaçıların, sənət adamlarının gəlir mənbəyi yalnız məclislərdir, toylardır, büsatlardır. Gözəldir. Yəni dünya yaranandan Azərbaycan, yəni musiqisi qurulandan zaten ifaçılar o zamanlarda da toylara gediblər. Bir sənət adamı nə olsun ki, sənət adamı? Onun da ailəsi var. Onun da axı belə deyim, ruzusunu gözləyən, evini dolandırmağa onun da ehtiyacı var. Amma bizdə hamı bilir ki, gəlir mənbəyi toydandır. Toylarda oxumaq Şəbnəm Tovuzunu narahat edirmi? Yoxsa bu sizin əsas gəlir mənbəyinizdir? Əsla. Narahat eləmir. Heç vaxt. Çünki mən toyda bişmişəm deyək. Mən sənətkarlar yanında olmuşam. Ən çətin də odur ya. Bəli. Toyda. Əsl sənətçi, canlı ifadan qorxmayan sənətçilər demək olar ki, toydan çıxan ifaçılardır. Mən Tacir Şahmaloğlu dərsi almışam. Toy məktəbi, Tacir Şahmaloğlu. Xanəndəliyi konservatoriyada Qəzənfər Abbasovdan xanəndəliyi bitirmişəm. Buradan salamlayıram hər ikisini, Tacir Şahmaloğlunu da, Qəzənfər Abbasovu da və vokaldan Esmeralda xanımdan, konservatoriyada gözəl müəlliməm Esmeralda xanımdan vokaldan dərs almışam. Yəni toy repertuarı, yəni toyxananı bacarmaq Kazım çox çətindir. Bəzən asan gəlir, amma çox çətindir. Toyda hər cür insan var və hər zövqə xitab etməlisən. Bəli, hər zövqə uyğun oxumalısan.
Ona görə də mən heç vaxt nə canlı ifadan qorxmamışam, nə böyük min nəfərlik toylardan qorxmamışam. Hətta mən ən böyük toyları belə tək idarə edə bilirəm. Tək 6 saat, 7 saat 10 dəqiqə 10 dəqiqə fasilə ilə böyük toylar ifa edə bilirəm. Yəni belə bir şeylərdən qorxmamışam heç Çox vaxt. gözəl. Heç vaxt. Azərbaycanda qadın müğənnisi olmaq çətindir yoxsa bəy, kişi müğənnisi? Kişi müğənniləri üçün də çox çətindir, qadınlar üçün də çətindir. Yəni bu sənət ümumiyyətcə çətindir. Bu sənətdə asan bir şey yoxdur. Bu sənətdə həm qınaq obyektinə çox çevrilirsən, həm paxıllığı çəkənlər çox olur, həm dost deyib dost olmayanlar çox olur. Bu sənətdə ümumiyyətcə dost yoxdur. Mən hər zaman demişəm, tanışın var, oturarsan, durarsan, həmkarın var, dəyər verdiklərimiz var, tanışlarımız çoxdur, sənət dostlarımız çoxdur. Amma bu sənətdə dost yoxdur. Məsələn, siz mənim ümumiyyətlə verəcəyim sualları öncədən hiss edirsiniz və məni qabaqlayırsınız. Çünki bu aləmin ortamında, bu qazanda qaynayacaqları hər şeyi bilirəm. Sualım o idi ki, şou biznesə rəfiqəniz varmı, yoxsa hamı rəqibdir? Amma indi özünüz bütün bu sualları cavablandırdınız. Ən çox sizi dəstəkləyən həmkarınız kim olub bəs? Sənət adamlarından bax. Sənət adamlarından ən çox mənə dəstək olan kim olub? Dəstək olan. Bayaq Nanənin adını çəkdiniz. Bəli, o mətbuat işçisidir, aparıcıdır, Aytəkin xanım da eyni zamanda. Amma sırf həmkardan danışıram. Həmkarlarımdan yəni musiqi baxımından deyəcəm, repertuar yazsın, versin, dəstək olsun. Sənət dostlarımdan belə olmayıb. Mənə elə yolu da, izi də açan Tacir Şahmaloğlu olub. Hər zaman da ona təşəkkür eləmişəm. Amma ilk Nanə xanımın verilişindən sonra mənə Könül Kərimovanın verilişlərinə çox çağırıb. O zaman Könül xanıma təşəkkür eləyirəm. Könül xanımın dəstəyi çox olub. Nazənin xanımla mən hər zaman şəxsi dəstəklərimdə məni mətbuat incidən zamanlarda hər zaman yanımda oldu. Hər zaman dəstək oldu mənə. Zemfiranı deyək, Baharı deyək. Zemfira ilə dostluğunuzu bilirəm xüsusiyyətlə o mənə. Baxmısan su. Şəmkirdə görürsən başıma oynadı. Zemfira eləmişdi, hə? Yəni o mənim insan sakit oturur, düşünürsən, yəni qarşındakı insandan söhbət eləyirsən. Anidən buz kimi su sənə necə olarsa. Ərkanə də hər halda rəfiqəsiniz deyə ki, başqa bir insan onu etsə eləyə bilməzdi. Eləyə bilməzdi, ona cürət eləyə bilməzdi. Sonra bir sual çıxdı ortaya. Deyirsiniz ki, az öncə dediniz ki, rəfiqəm yoxdur. Amma paralel olaraq bax Nazənin xanımın adını çəkdiniz, Zemfiranın adını çəkdiniz. Hər gün bir yerdə oturub tam bağlı bir dost deyilik. Yəni sənət dostu deyil, onlar mənim şəxsi həyatda da, yəni necə dərdimizi bölüşə biləcəyimiz bir rəfiqələrdir deyək. Şou biznesdə bu olur da zaman-zaman səs-küy, qalmaqal, mənim özümün də başına gəlir, bir açıqlamam, nə bilim, qalmaqala səbəb olub, amma ən çox sizə təsir edən hansı olur? Bax bu tənqidlərdən, qalmaqallardan, bax hansı sizə daha çox toxunub? O barədə çox çətinlik çəkəcəm, bilmirəm, amma 2015, 16, 17 məni çox incidiblər. Ən çox mətbuat məni çox incidib. Qəbul edə bilmirdilər, hə, sizi təzə-təzə? Bilmirəm, niyə də qəbul etməsinlər ki, bugün mən artıq 15 ildir səhnədəyəm. Ən gözəl deyim, onlar normaldır. Mənim Faiq Sücədinovdan da repertuarımda bəstəm var. Baba Vəziroğlu'ndan da var. Hal-hazırda Baba Vəziroğlu ilə çox gözəl bir proyekt üzərində çalışırıq. Bu böyük bir sürpriz olsun, həqiqətən. Yəni bütün şou biznes
şoka düşə biləcək bir Baba proyektdir. Vəziroğlu adətən Heç kimə əl uzatmaz, baxır. Kamal müəllimdən çalışır, yəni Çünki sözlərinə, bəstələri. musiqi də Kamal müəllimdir. Buradan təşəkkür eləyirəm. İndi yəqin sizdə də, hə, özəl açıqlamaydı bu. Bəli, ilk sizin verilişdə Baba açıqlama Vəziroğlu, etdim. Kamal yaradıcılığı, Bəli, Şəbnəm Tovuzlu hər zaman olub. Çünki çox qəşəng bir baba layihə müəllim olacaq. biz ailəlikcə çox yaxınıq. Zəminə xanım mənim canımdır. Bəli. Hər zaman yanımda olub. Baba müəllim biz bunu bir yerdə məsləhətləşdik. Onun məsləhətlərinə hər zaman qulaq asmışam. Amma baba müəllimdə bir sözü var. Qazancın üçün çalış. Bu vacibdir. Amma Sən bu gün sənəti də- qazanırsan, Şəbnəmsən. Yəni bu həyat budur. Sən bu gün səndə yoxdursa, sənə yan baxa bilərlər. Düz yoldasan. Amma bunları da edəcəksən. Sənət də yəni Bəli. olacaq yəni. Bəli, ona görə də mən buradan doğrudan da təşəkkür edirəm baba müəllimə. Kamal müəllim çox sağ olsun. O qədər gözəl musiqi yazıb. O qədər gözəl musiqi yazıb. İnanıram. O qədər Onun gözəl bütün musiqiləri sözlərdir. gözəldir. O qədər gözəl Ürəkdən sözlərdir və sağ olun. aranjman Rubayıldır. Hə, Rubayl Əzimov. Rubayl Əzimov dostumuzdur və bu proyektin içərisində çox gözəl dahi bir sənətkar var. Sənətkar var. Ən pik nöqtə sənətkardır. Bu sənətkardan dərs alıram. Son artıq 5 dərsimiz keçib. İnşallah ki bu proyektimizdə onun da nəfəsi olacaq və o da klipimizdə oynayacaq. Mən bu barədə həm çox həyəcanlıyam, həm çox sevinirəm ki, Yenilikdir də mən yaradıcınızda. artıq Bəli. demək olar ki, mən bu layihə ilə özümü bir daha təsdiqləyəcəm ki, İnşallah. mən İnşallah. Şəbnəməm. Yəni mən illərimi hədər vermədim. Mən inanıram. Çünki elə insanların adını çəkdiniz ki, Kamal müəllim mənim ən sevimli bəstəkarım. Yəni onun elə bir mahnısı yoxdur ki, mən onu tanımayım və onu sevməyim. Mən inanıram ki, bu Ən mahnı da böyük mənim arzum idi. arzularınız həmişə kin olsun. Mən əminəm ki, bu mahnı da mənim playlistimə daxil Çox, olacaq. Böyük məmnuniyyətlə. Çox bəyənəcəksən, İnanıram. Biz birazdan bu maraqlı söhbətimizi davam etdirəcəyik. Bugün mən daha çox Şəbnəm Tovuzlu ilə söhbət eləmək istəyirəm. Dediyim kimi biz şəxsi planda, şəxsi həyatda kadr arxasında münasibətimiz var, amma efirdə ilk dəfədir mən onunla söhbət edirəm. Ona görə də ürəyimdə suallar çoxdur, doludur. Amma deyəsən bir dəfə də biz Nazən xanımla sizin Nazən xanımla verilişinizdə bizim o olmuşuq. biri layihəmizdə Başqa onda aparıcı layihədə mən oldu. değildim də. Onda sizi Siz ikiniz layihə aparıcıydınız. rəhbəri Siz ikiniz idiniz. aparıcıydınız. Ay, yadımdadır. Amma bu verilişdə yəni bəli. tete-a-tete söhbət edirik deyə suallarım çoxdur, ürəyim doludur. Gəlin qısa reklam fasiləsinə ayrılaq. Reklamlardan sonra çox yaxşı yenə bir mahnı, rəqslə müşayiət olunacaq bir hit mahnı Şəbnəm Tovuzludan. Sonra isə bu maraqlı söhbətimiz davam edəcək. ARB-də qalın. Özel. Estetik şəkildə Teşekkür benim mikrofonunu götürdü. Şəbnəm Tovuzlu reklamlardan sonra mən aşiq söylədi. Hörmətli tamaşaçılarımız, Aslı xana təşəkkür edirəm. Aslıxan dəsti xətti Dostumuz, zaten hiss bəli. olunurdu. Rasa rəqs qrupuna barədə də yenə sonsuz təşəkkürlər. Bəli, biz davam edirik. Hörmətli tamaşaçılarımız, Şəbnəm Tovuzlu bizimlədir. Bir daha xoş gəlmisiniz. Çox Geyim sağ olun. dəyişdi. Deyəsən bənövşəyi rəngdən Çox xoşlayırsınız. sevirəm. Hə, hiss Hə. elədim. Bənövşə rəngi Bəyaz çox geyimdə sevirəm. də. Qara rəngi daha çox sevirəm, amma hər dəqiqə olmur. Hə, Çünki efir biraz efirlər al- daha alban rəngləri çox sevir. Amma rəngləri seçim olsa, rənglərin içərisində yasəmən rəngi çox sevirəm. Hətta çiçəklərdən də soruşan olsa, yasəməni çox sevirəm o zaman yasəmən bu üçün. mövsüm də sizin Çox mövsümünüzdür. sevirəm, hə. Hətta makiyajınızda belə o bənövşəyi rəng hiss olunur. Bəli, mənim Elmanım hər zaman mənim göz rənglərimi fərqli-fərqlidir. Elmanın çox fikirləri olur üzərində, çünki geyimlərimdə də çox dəstək, kömək olur mənə. Mənim vizajistim Elman Hacıyev. Stil Yəni üzərində, imij stil üzərində. geyimlərimdə, makiyajım, saçım, hər şey Elmana aid. Hər bir deməli tatunun bir mənası var da, Bəli. yəni ki, Onun da bunun mənası. mənası nədir? Yəni iki əl belə bir-birinə yaxınlaşır sanki. Mən Rusiyada bir şəhərdə oldum. Volqograd şəhərində Hı hı. oldum. El şənliyinə getmişdim. Orada oteldə foyedə baxdım ki, böyük bir kartinka var. Sadəcə bu şəkildir. Hə. Və mən onun mənasını soruşdum. Orada dedilər ki, bu çox dahi bir rəssamın əsəridir. Rus rəssamlarının adı yadımdan çıxdı deyə Hı hı. bilməyəcəm.
Onun əsəridir. Bu indi mən görmürəm. Burada tam açılan əl Tanrının əlidir. Amma biraz bükük əl insanın əlidir. Yəni sizin əliniz. İnsanın əli. Çünki Tanrı bizə ömrü boyu bizi yaradan bir gündən hər zaman Tanrı bizə hər zaman əlini açıb. Həmişə bizə günahlı, günahsız, bizi dəfələrlə bağışlayan Allahdır. Ən belə günahkar bəndəsini belə bağışlayıb. Tanrı bizə orada əl açır, amma insan hər zaman təvəzzükardır. İnsan hər zaman insanoğlu insandır, yarımçıq əl açır. Tanrıya belə əlini tam açmır. Bunun mənası odur. Aydındır. Yeri gəlmişkən bir neçə gün bundan öncə elə Allahın ən gözəl aylarından, müqəddəs aylarından olan Ramazan ayını biz geridə qoyduq. Ramazan bayramını qeyd etdik. Hörmətli tamaşaçılarımız, bir daha ürəkdən bayramınızı təbrik edirik və təklif edirəm əyləşək və söhbətimizi davam etdirək. Biz davam edirik, hörmətli tamaşaçılar, axşamınız bir daha xeyir olsun. ARB televiziyasına yeni qoşulanları bir daha ürəkdən salamlayıram. Verilişimiz artıq demək olar ki 30 dəqiqədən çoxdur ki yayımdadır, efirdədir. Amma indi qoşdunuzsa, aman Şəbnəm Tovuzlu qonağınızdır. Mən bu verilişi necə qaçırtdım dedinizsə, narahat olmayın. Bax bu dəqiqələrdə Özəl Medianın YouTube səhifəsində verilişimizi canlı yüksək 4K keyfiyyətdə izləyə bilərsiniz. Bugün Şəbnəm Tovuzlu ilə tete-a-tete söhbətimiz var, yaxşı mahnılar var, hitlər hələ qarşıdadır. Hal-hazırda gündəm bu gündəmdir. Yəni nəbz bu nəbzdir. Az öncə siz danışdınız 2017-ci ildən, o illərdən, o zamanlar Səbuhi Recordsun adını çəkdiniz. O zaman PR oydu. Kasetlər, VHS-lər, audio kasetlər, albomlar. Amma indi daha asandır. İndi sosial media zamanıdır. Yəni bütün ifaçılar, istər dünya ulduzları da öz PR-ını, öz promosunu məhz sosial şəbəkələr üzərindən aparır. Mövzumuz indi hal-hazırda sosial şəbəkələr olacaq. Sosial şəbəkələrdə yazılan tənqidləri oxuyursunuzmu? Ümumiyyətlə nə yazırlar sizə və fikirləriniz necə olur onlara? Mən hər zaman demişəm, bir ifaçını nə qədər mükəmməl ifaçı olur olsun, nə qədər zəif ifaçı olur olsun, hər kəsin bir sevəni var. Məni hər kəs sevə bilməz. Bu mənim hər zamanki sözümdür. 5-i sevərsə onu sevməz. Buna normal baxıram hər zaman. Qaldı şərhlərə, olur, boş vaxtlarımda olur, özüm də baxıram, nə yalan deyim. Əsəbləşdiyim anlar da olur. Elə olur ki... Elə o anda nə edirsiniz? Həm insanı qara siyaha yatırsınız? Dəfələrlə olur, çox. Bəlkə də mən qara siyahısı olan sizsiniz. Qara siyahımı mən açıb təkrar aktiv etsəm, bəlkə də mənim Instagram... 1 milyonda üstünə gələr, izləyici. Amma olub ki, baxmışam tənqiddir və baxmışam real səhifədir və xanımdır. Mən direktinə bir kəlmə xoş söz yazmışam. Mənə cavab yazıb. Və təkrarən o mənim fikrimi, düşüncələrimi və ona verdiyim cavabı baxıb üzr istəyib də, amma demişəm, yox, niyə üzr istəyirsiniz? Bu sizin fikrinizdir, amma belə deyil, bu cürdür də. O tənqidə cavabı idi da, o tənqidə cavabı idi. Təkrar heç vəcə o qədər cavab vermirəm. Təbii. Amma olub dostlaşdıqlarımız da olub. İçərilərindən modelyer də çıxıb, yenidən mənə geyimlər göndərən də olub, bu da olub. Amma elə də olub ki, baxmışam şərhdə, şəklin altında yazıb, direktə daxil olmuşam ki, 1 ay, 2 ay öncə, bundan öncə mənə çox gözəl, xoş sözlər yazıb direktə. Və o yazdığını skrin eləmişəm yenidən özünə. Ki, nə dəyişib yəni? Yenidən özünə atmışam ki, axı 1 ay bundan öncə siz məni çox sevdiyinizi, çox mənim üçün belə ürəyiniz getdiyinizi atmışsınız. İndi nə oldu? Nə dəyişdi? Cavab gəlib, əslində Şəbnəm xanım, mən sizi çox sevirəm əslində. Bu şey xoşuma gəlmədi, bu xoşuma gəlmədi və mən orada izah eləyib, baxmışam xanımdır, izah eləyib bir şeylər başa salmışam və yenidən düşüncələri başqa cür olub ki, biz sizi belə bilmirdik də oradan, siz Allah bağışlayın. Amma mən sizə bir şey deyim Şəbnəm xanım, bəzən əgər gərəzsiz yanaşarlarsa, bəzən düzgün rəyi, düzgün tənqidi
Elə bizi sevməyənlər bildirirlər, bilirsiniz onu? Bəli, Nəinki mən bizi çox ondan istəməyən, incimirəm. bizi çox istəyənlər. Dəfələrlə olub ki, elə tənqidlər olub ki, mən ondan nəticə almışam. Hə, Bu bəlkə də görürsünüz? insanların fikridir. Yəni biz müğənnilər hər şeyi mükəmməl bilə bilmərik ki. Elə gözəl xanımlar var, müəllimə, həkimlər var ki, nəyisə baxır, yazır. Yəni biz ondan zaman-zaman nəticə aldıqlarım da olub. Nə yalan deyim. Heç saxta profillə sizi izləyən, sizə tənqid yazan bir ifaçını, bir sənət adamını və bir insanı Görməmişəm. araşdırmısınız ümumiyyətlə Yox. saxta profildən Yox, yazılanı? elə dərinliyə gedən insan Hə. deyiləm. Yəni mənim özümün də məsəl üçün şəxsimdən əlavə 2 profilim var, normaldır. Daxil olur, baxıram, bəlkə heç istəmirəm ki, filan kəs bilməsin mən ona baxdığımı. Bu normaldır. Bu hər birimizdə var. Amma kimisə araşdırım, baxım görüm bu kimdir. Elə olmayıb. 1-2 təhqirlər olub. Baxmışıq bəydir. Tapmışıq da. Hə. Yəni üzə söhbət olunub da yaxşı mənada ki, axı olmaz. Hə. Olmaz. Üzə bəyin bir xanıma Bəli. yazması, yəni Olmaz. bu lap Ən çox da bəylərdə çox çirkinlikdir xanıma rəy yazmaq. sosial Heç yaraşdırmır. şəbəkələr mövzusunda bir sualım da var sizə. Əgər bu gün Instagram, TikTok olmasaydı, bu qədər məşhur olmaq mümkün olardımı? Yəni mən hamıya şamil eləmirəm, amma bu platformaların üzə çıxartdığı minlərlə ifaçılar var. Aralarında yaxşı gənc nəsil ifaçılar da var. Məsəl üçün öz gitarası ilə bir mahnı oxudu və populyar oldu. Bariz nümunə Çinarə Məlikzadə, Əhməd Mustafayev. Əhməd görürsüz, necə gitarası ilə gəldi, yavaş-yavaş. Mənim yadımdadır ilk efiri mənlə olmuşdu onun. Mən elə gəlir yenə Nainə xanımın verilişində olmuşduq. O təzə-təzə istəyirəm o görsün. Əhməd bu gün çox sevilir. Olardımı bu gün bu sosial şəbəkələr olmasaydı bu yeni kəşflər, bax yeni ifaçılar, yeni nəsil çətin olardı. Kazım mən addımlarımı atanda, mənim mahnılarım hit olanda heç onda Instagram yox idi. Sosial şəbəkə yox idi. YouTube var idi. Bir də Adnoklassik deyirlər. Hə, o zamanlar O bəli. zaman o vardı. Heç onu da heç vaxt istifadə etməmişəm. Nə O da yalan çox deyim, populyar heç idi, amma vaxt ömrü az istifadə oldu onun, etməmişəm. çox az Bəli. ömrü az oldu. YouTube-dan heç başım çıxmayıb. Yəni həqiqətən mən 2009-da mənim hit mahnılarım oldu. Yəni o zaman mən hər zaman demişəm, bu gün sosial şəbəkə yığışdırılsın, olmasın. Çox batanlar olacaq. Çox əli uzanıqlı qalanlar olacaq. Və mən çox istəyirəm ki, belə bir qərarda ola ki, ancaq canlı ifanı səhnədə ansamblla, canlı ifalarla gələn müğənniləri səhnəyə buraxılacaq. Və necə? Canlı oxuyuram deyib gəlib ağzına gələni oxumaq yox. Hə, bildim. Yəni Xarici oxumamaq, tanallıqdan çıxmamaq, xarici oxumamaq və musiqiçini musiqiçi ilə düzgün şəkildə getmək. Bax bunlar olsa, inanın ki, o qədər gözəl seçilənlər olacaq. O qədər gözəl seçmələr olacaq. O qədər bu qırqırıntılar kənara tullanacaq ki. Maraqlı və mübahisəli bir açıqlama idi. Çox, yəni olanı, realı dedim mən. Amma bugün sosial şəbəkədə adi bir dəlilik belə eləyirsən. Hə, populyar ola Bu bilərsən. populyar. Amma populyar O olmaq başqa populyarlıq şeydir. deyil. Populyar olmaq O başqa şeydir, insanlar, sevilmək başqa şeydir. Bəli, sevilmək, sevgi başqa bir başqa şeydir. şeydir, bəli. İllər öncə nə qədər gözəl sənətkarlarımız var. Necə gözəl xanəndələrimiz var. Necə sevilirlər? Onlar sosial şəbəkə ilə mi sevildilər? Xeyr. Amma bu son zamanlarda olan, məsəl üçün sosial şəbəkədə olunanlar elə bəzi ifaçılara da aiddir. Məsələn, bir mahnı oxundu, gəldi trend 1-2, 1-2, 1-2, bir də dayandı tap nə qədər? Ən çox 11 gün, 12 gün.
bir aydan, 2 aydan sonra o mahnını eşidirsinizmi? Asla eşidə bilməzsiniz. Bu trendlərdən söhbət düşmüşkən bu doğru söhbətdir ki, yəni trendə yəni pulla, Yox, trend var əslində. Trend var. Pulla düşmək söhbəti. Pulla düşmək yoxdur. Amma pulla istər-istəməz sən bir seriala baxırsan, istəmədən önünə klip gəlir. Yəni, reklama qoyub. Reklama qoyub. Yəni bu Siz var. qoyursunuz? Amma mənim də məsəl üçün mahnılarımda olub ki, hardasa bir 3 gün qoyduğumuz zamanlar olub. Yəni bu insanların önünə tez-tez çıxmaq deməkdir. Yəni Şəbnəm Tovuzunun yeni layihəsi var, yeni işi var deyə. Bəli, yeni işi var. Sevən baxar, sevməyən baxmaz. Trend də budur. Yəni o cür önə hər dəqiqə çıxılırsa, TikTokda bir çox səhifələrə yayılırsa, Instagramda yayılırsa, bu baxış toplanır. Amma mahnının soruş ömrü varmı? Bax, Qadasını alaram neçə ildir? 8 ildir. Yaddan çıxırmı? Hətta Tolik hər efirinə gedəndə deyir ki, Tolikə salamlar. xahiş edirəm onu oxu. Mən istədim, istəmədim. Mən bezmişəm artıq o mahnıda. İstədim. Keçən dəfə dedim. Keçən dəfə inciməsin dedim. Tolik nə olar? Mən mahnı göndərmişəm uşaqlara. Təzə mahnılarım var mənim. Xahiş edirəm onu ver. Yox, birinci onu oxuyacaqsan. İndi də dadanıb kaprizə. Qadasını alaram yaddan çıxar. Xəyanət elədi, qadasını alaram. Çəkdilər TikTokda. Kapriz artıq qadasını alaram qədər Türkiyədə balaca uşaq da kapriz oxuyur, qoca nənələr də oxuyur yəni artıq. Bu da mənim üçün bir sevincdir. Yəni sözləri musiqisi Akşin Fatihə aiddir. Təşəkkür edirəm dəyərli dostumuz. Bu 2005-ci ildə Akşin Fatih, Elşən Xəzər mənim ilk duetim olub. 2005-ci ildə ilk duet olub. Eşqim eşqim, sənin yolların tamam ayrı, mən ayrı. Aynur Dadaşov oxumuşdu onu. Onlar bir hit olmuşdu. Yəni bax bu kaprizlər. Son zamanlar dostumuz Balkan dedi ki, mən istəyirəm kaprizi yenidən oxuyasan, ona can verəsən, o mahnı çox seviləcək yenidən. Dedim, doğrudan deyirsən? Dedi, bəli, sən bura belə. Biz bu mahnı yenidən aranjman elədik, tək oxudum, maşallah. Həmin anda tutmadı bir ay. Səs gəlmədi mahnıdan. Effekt olmadı. Effekt olmadı. Dedim, hələ bir Balkana belə də elədim, gülə-gülə. Ki, yanlış proqnoz verdin. Sonra mahnı birdən necə partlayışla, yəni artıq bütün blogerlər çəkdi. Yəni bu da bir uğurdur. İnsan hər zaman gözlənilmədiyi, gözləmədiyi bir şey o qədər gözəl effekt verər ki, şoka düşərsən yəni. Şəbnəm xanım, bugün ifaçılar biraz mahnı seçimində çətinlik çəkirlər nə mənada? Bəzən hər zaman keyfiyyətli estrada musiqiləri oxuyan ifaçılar gəlin etiraf edək ki, toy mahnıları ilə, yəni toy deməyək, yəni ritmik 6-8 musiqi ilə pop musiqisi müqayisə etsək, 6-8 musiqilər daha çox gəlir qazandırır və bu baxımdan bəzi keyfiyyətli ifaçılar əziyyət çəkirlər bu mövzuda. Yəni gedib 6-8 oxumaq istəmir. Narahat olur, istəmir imicini dəyişsin, yolunu dəyişsin, amma əziyyət çəkir pulsuzluqdan. Çünki sualım belədir. Toy müğənniləri estrada müğənnilərindən daha çox pul qazanırmı? Əlbəttə. Əlbəttə. Mən bugün toyda estrada mahnısı da oxuya bilərəm, muğam da oxuyuram, bəstəkar mahnıları da oxuyuram. Yəni bir insanın potensialı varsa, səs diapazonu ona yol verirsə, o müğənniyə qorxu yoxdur yəni. Amma mahnı seçiminə qalanda bugün daha çox meyxana yazarlarımıza, meyxanaçı dostlarımıza müraciət edirik. Yəni tələbat daha çox deyək ki, o janradır, nə yalan deyim. Amma onu da seçəndə elə seçəsən ki, çox ucuzluğa getməyəsən və aranjmanlı keyfiyyətli şəkildə edəsən. Pis mahnı yoxdur Kazım. Mən razıyam. Mahnını pis ifa edən, təqdim edən ifaçı var. Və insanlara pis təqdim edən aranjman üslubu. Svidiyena var. Master düzgün etmirlər. Səslənməni düzgün vermirlər. Bəzi səslərdən istifadə eləyirlər. Onlar bir balaca eybi yox olsun, amma bunu həddindən artıq eləyirlər. Ona görə də 1 aylıq, 2 həftəlik, 3 həftəlik
mahnılar Ömrü olur. olur, ömrü az olur. Buna hit deyirlər, amma hit deyil. Hit Qadasın alaramdır. İllərə meydan Hit oxuyan. illərdir ölməyən Zeynəb Xanlaravanın mahnılarıdır. Dodağına gülüş qonub. Demirəm ki, çiçək olub solmusan. Bax bu mahnılar. Nə qəşəng yaraşdı bu mahnı. Əsən yellər. Yəni bax hit bunlardır. Görün yaddan çıxırmı? Heç vaxt. Amma bu mənim də olub o repertuarlardan ki, oxumuşam, bir aydan sonra yaddan çıxıb. Amma o bir ayda mən el şənliyindən, yəni onun da haqqını vermək lazımdır ki, o mahnını oxumuşam. Bir aya mən el şənliyindən o mahnıdan az bir qonorar da qazanmamışam deyək ki də. Yəni bu bayağı gözəl bir qonorar oldu. Mənim bir tamaşaçı kimi, yəni ritmik Amma mahnılara, sonra gedib mahnı yoxdur. ritmik mahnılara, oynaq mahnılara mənim iradım yoxdur. Çünki mən hələ dünyaya gəlməmişdim. O zamanlar Tofiq Quliyev, bilmirəm Zeynəb xanımları var, repertuarı nə qədər ritmik mahnılar olubdu. Amma siz demiş o düzgün özüm kimi səni sevən olmaz inan, gəlin citmə məni, demə mənə yalan, gözlərin deyir ki sevirsən, sən mənim dərdimdən ölürsən. Hara getsən bilirəm, yolumu gözləyirsən, gözlərindən bilirəm, demək istəyirsən. Bunlar toylarda bilirsən necə oxunur? Arazaxar qıyğacı, ay qız ay qız ay qız amandı. Bunlar hamısı bir gün bir canlı musiqi edək Şəbnəm Tovuzluyla. Bu pavilyonda edək bunu, mütləq edək bir özəl gün seçək. Öz ansamblımdan bir gün dəvət eləyək. Mütləq, məncə də. Yəni Bakı şəhərində ən belə güclü, ən möhtəşəm musiqiçilər, yəni mənim ətrafımdadır. Dekabrın 19-u. Mən deyirdim bir 2-3 aydan sonra biraz gününüz olardı, bir də hazırlaşıb gələrdiniz. Eyb yox. Yaxşı, bu anda bir sual çıxır ortaya. Şəbnəm Tovuzlu üçün konsert səhnəsi yoxsa toy bazarı? Məsələn, Yaşıl Teatr, Heydər Əliyev adına saray, yoxsa gözəl bir toy səhnəsi? Təbii ki, əgər bizdə Azərbaycanda konsert daha çox konsert təşkilatçılar daha çox konsertləri bizə təşkil etsələr, qonorarımız oradan gəlsə, əlbəttə ki səhnə. Əlbəttə ki, mən Yaşıl Teatrda konsert verdim. 2017-ci ildə Faiq Sicədinova çox təşəkkür eləyirəm. Faiq Sicədinov şəxsən icazə verdi. Çünki orada doldu demək olar ki, ora sentyabrın 15-i günü idi. Mən çox həyəcanlıydım. O mənim bir imtahanım idi və orada ön sırada mən çox gözəl bəstəkarlar, gözəl sənətkarlar dəvət eləmişdim. Yəni kimlər yox idi orada. Mən çox həyəcanlıydım və o mənim bu sənətdə bir imtahanım idi onların önündə. Və bütün fanatlarım xəstəyəmin vaxtında partlayan bir vaxtları idi. Şəhərdə billboardlar, avtobusların, marşrutların üstü çox gözəl bir PR getmişdi. Buna görə də Şahinə xanıma təşəkkür eləyək. Yəni Şahinə xanım çox əziyyəti olmuşdu bu layihədə. Yaşıl Teatrda mənim konsertim çox möhtəşəm keçdi. Amma orada mən qazanmadım. İmicə işlədiniz. Bəli, səhnəyə işlədik. Rəqqaslara, hətta Aygün xanımın Nero qrupu, yəni çox gözəl bir qrupdur, rəqqaslardır. Demək olar ki, səhnəyə oldu, biletlərimiz çox satıldı. Amma bunun vizajisti var, bunun geyimləri var, bunun rəqqasları var. Xərci çox idi. Xərcim çox idi. Sizə işlə qalmadı. Mənə, yəni portfolyo yazıldı ki, Şəbnəm Tovuzlu konsert verdi. Mən onu qazanc üçün etmədim. İndi gəlin görə konsertdən qazanan nə qədər ifaçı var? Çox az. Çox az. Çox az. Bunun kirayəsi var, bunun musiqiçiləri var, məşqi var, geyimi var. Bugün proqramlardan, məkanlardan, məsələn, ona konsert demirəm mən heç vaxt. Buradan Rusiyanın bir çox şəhərlərində dəvət eləyirlər. Şou proqram kimi, deyək bizim bəzi məkanlarımız, Xəyal kafesi kimi, bəzi yerlər kimi dəvət eləyirlər. Bunlara mən heç vaxt konsert demirəm. Bu şou proqramdır, bu məni sevənlərlə bir görüş deməkdir. Və məkan yiyəsi məkanını reklam edir, insanlar cəlb eləyir ora. Mən bəlli bir qonorara gedirəm, bu məni qane eləyir. Bu mənim üçün toydan fərqli deyil. Amma mən Leningrad şəhərində gözəl bir Vaqif Məmşova təşəkkür eləyirəm. Vaqif müəllim orada çox böyük bir diaspora
konsert təşkil eləmişdi. Bax konsert odur. Sarayda, Moskvada, sarayda konsert bunlardır. Bunlara konsert deyirəm. Məsəl üçün Bursada konsert bunlardır. Taksimperada, Türkiyədə, İstanbulun özündə konsert bunlardır. Amma restoran tipli gediriksə bu Klublarda falan, bu şou proqramdır. Bir sualım da olacaq, sonra reklamlara bağlanacağıq. Hər hit mahnı verdikcə, təqdim etdikcə istər-istəməz bu toy və ümumiyyətlə səhnə, belə deyək, toy deməyək, ümumi deyək, səhnə qonorarına öz təsirini göstərir. Bəli. Şəbnəm Tovuzlunun ilk qonorarı nə qədər olub və bu toy qonorarı necə dəyişir Şəbnəm Tovuzluda? İlk öncə 2011-də mən ilk toylara getmişəm. İlk toyum $100 başlayıb. Sonra 500 manat rayonlara, toylara getmişəm tək. Ansambldan 1000 manata getmişəm 2011-12-də bu ərəfələr. 2014-də demək olar ki, artıq cənub bölgələrinə toylara dəvət aldım. 2000 manat, 2500 manat civarında belə özüm ansamblsız, ansambldan 3000 belə olurdu. 2017-də xəstəyəm, partlayışla gəldik. Artıq tək qonorarım qalxdı 4000-ə. Ansambldan qalxdı 5000-ə. Belə qalxdı. Yəni 2020-dən, 23-dən demək olar ki, qonorarımız tək 6000, ansambldan 8000. Artıq 2005-də də o qədər fərq etməmişəm, çünki insanları da başa düşmək lazımdır. Bugün devir o devir deyil, qazanc o deyil. Rusiyada da hər şey dəyişib. Yəni bizim əvvəlki istəklərimiz kimi o deyil, yəni hər cəhətdən o deyil. Ona görə də qonorarımızda o qədər artım etməmişəm. Rayonlar yəni yenə tək 6000-də qalır, ansambldan 9000-də qalır belə. Yəni şəhərimizdə də elə çox deyil. Yəni bu mahnılarımız artdıqca, hitlərimiz artdıqca, tələbat, gündəm, tələbat, bəli. Yəni bu qədər, yəni mənə elə gəlir ki, normal bir qiymət. Allah ruzunuzu bol eləsin. Amin, amin. Qısa reklam fasiləmiz var. Ayrı-bədər reklamlardan sonra görüşürük. Özel. Reklamlardan sonra özəl gecə şousu davam edir. Hörmətli tamaşaçılarımız, həm də yavaş-yavaş bu özəl buraxılışın da sonuna gəlib çatdıq. Şəbnəm Tovuzlu, çox təşəkkür edirəm sizə. Çox minnətdaram. Bu axşam bizimlə idiniz. Maraqlı söhbətlərinizlə, hit mahnılarınızla bu axşam studiyamıza, pavilyonumuza, verilişimizə biraz daha rəngarənglik qatmış oldunuz. Və əlbəttə burada Rasa rəqs qrupunun da xüsusi bir rolu var. Komandamıza, özəl mediaya çox təşəkkür edirəm və sizə əlbəttə xüsusilə. Varmı başqa paylaşmaq istədiyiniz? Çox sağ olun Kazım, təşəkkür edirəm. Hər zaman sənin bu gözəl verilişin mən ailəlikcə həqiqətən də izləyirəm, baxıram. Doğrudan da efirə hər zaman yaraşmısan, öz mədəniyyətindən, öz səliqəliyindən. Yəni mənim üçün hər zaman əziz dostsan, var ol. Və hər zaman uğurlu olsun, uzun ömürlü olsun. Təşəkkür edirəm. Gözəl layihələr və gözəl ifaçılar dəvət elə. Və təşəkkür edirəm xalqıma, məni sevənlərə, məni izləyənlərə var olun deyirəm. Mən təşəkkür edirəm. O gözəl xanımlara təşəkkür edirəm bu arada. Çox gözəl geyimləri var. Bəli, məncə də. Maraqlıdır da. Çox sağ olun. Sizə də çox təşəkkürlər. Rasa rəqs qrupu. Çox sağ olun. Çox minnətdaram. Bu qədər verilişimizə indi qoşuldunuzsa, ARB TV-nə indi qoşdunuzsa və bu özəl buraxılışı qaçırtdınızsa, heyfslənməyə dəyməz. Çünki bax bu dəqiqələrdə Özəl Medianın YouTube səhifəsində verilişimiz yüksək 4K keyfiyyətdə yayımlanmaqdadır. Sizi bir daha bu möhtəşəm səhnədə baş-başa buraxıram və sonda səndən sonra mahnısını istəyirəm ki, ifa edəsiniz. Nurlan Təhməzlidən gəlir. Böyük məmnuniyyətlə buyurun dinləyin.